İndi isə keçək fon tabına. Fon tabı Excel'də ən çox istifadə etdiyimiz bölmədir. Və burada məlumatlarla işləmək üçün ən çox istifadə olunan alətlər yerləşir. Bu dərsdə fon tabının ilk 3 qrupunu, yəni clipboard, font və alignment qrupları ilə tanış olacağıq. İlk olaraq clipboard qrupu ilə tanış olaq. Bu qrupun əmrləri barəsində danışmazdan əvvəl qrupun aşağısında yerləşən ox vasitəsilə açılan clipboard pəncərəsi barəsində danışmaq istəyirəm. Gördüyünüz kimi oxa toxunduqdan sonra worksheet'in sol hissəsində yeni bir pəncərə açılır. Bu pəncərə Excel'də kopyaladığımız və ya kəsdiyimiz məlumatların tarixçəsini göstərir. Yəni biz eyni anda bir yox, bir neçə fərqli məlumatları kopyalaya və daha sonra bu məlumatlardan istifadə edə bilərik. İndi isə bir neçə praktiki misal göstərmək istəyirəm. Gördüyünüz kimi tarixçəmiz boşdur. Biz cədvəlin hər hansı bir xanasına toxunaraq Ctrl+C vasitəsilə məlumatı siyahıya əlavə edə bilirik, tarixçəyə əlavə edə bilirik və yaxud da Ctrl+X vasitəsilə məlumatı kəsib siyahımıza əlavə edə bilərik. Digər tərəfdən başqa bir xananın üzərində olarkən mausun sağ düyməsi vasitəsilə burada yerləşən qət və kopya əmrlərini seçərək məlumatı siyahımıza əlavə edə bilirik. İndi isə əlavə olmuş məlumatların istifadəsini göstərmək istəyirəm. Biz hər hansı bir məlumatı istədiyimiz xanaya əlavə etmək istəyirik. Gördüyünüz kimi bir xana seçirik və istədiyimiz məlumatı yapışdırırıq. Pəncərənin üst hissəsində yerləşən paste all düyməsi vasitəsilə məlumatları toplu halda yapışdıra bilirik. Clear all vasitəsi isə siyahını tam olaraq silə bilirik. İndi isə clipboardun əmrləri barəsində danışaq. Buradakı əmrlər məlumatları kopyalamaq, kəsmək və yapışdırmaq üçün istifadə olunur. Copy əmri məlumatları kopyalamaq və ya sürətini çıxartmaq, qət əmri məlumatları olduğu xanadan kəsib götürmək və paste əmri isə həmin kopyalanmış və kəsilmiş məlumatları hər hansı bir xanaya yapışdırmaq və yerləşdirmək üçün istifadə olunur. Bundan əlavə Format Painter əmri vasitəsilə hər hansı bir xananın formatını digər xanalara tez bir zamanda köçürə bilərik. Misal üçün, cədvəlin bu hissəsinin xanalarının formatını Format Painter vasitəsilə kopyalayıb digər bir xanalara əlavə edirik, yapışdıra bilirik.